Elə bilirəm ölməmisən. Çünki sən sağ olmağının ölməyin heç bir fərqi yox idi mənə. Bilirsən niyə? Çünki həmişə belə buz olmuşsan. Sən onsuz da mənə heç vaxt sevməmisən ki. Həmişə anamın ölümündə məni günahkar görmüşsən. Danışda ki sən anasız qoydun. Mən istemezdim belə olsun. O vaxtı o yangın olanda qorxub susmasaydım, gizlənməsəydim, səsimi çıxartsaydım, anam da məni tapmaq üçün içəridə qalmazdı. Çıxardı o da. Ama ben çok balacaydım. Balacaydım abla. Sen bunu hiç başa düşmedin Ferit. Sen hemşe anamın ölümünde beni günahkarlardır. Sen anamın katili kimi beni gördün. Ben sen ananın katili. Sen de benim atamın katili. Ona göre de hiç vaxt bizden bacı kardeş olmayacaktı. Hiç vaxt. Sen nifret edirəm bilirsən. Sənə nifret edirəm. Ama nifret edirəmsə niye böyle içim yanır? Niye böyle içim yanır? Uşaqlığımdan qalan tek şeyi alırsan beni. Hepsi olduğu gibi. Her şeyimi aldın. Her şeyimi. Sen hiç vaxt mənə kardeş olmadın ki. Hemşe necə nankör olmuşsan, indi nankör kimi gedirsən. Hemşe tek koydun beni, indi de tek gedirsən.
Ailemden kalan tek şey sen idin. Ferit, ne olur gitme de. Ferit tek kalmış ama. Sen de gitsen tek kalacağım. Gitme de. Bak her şeye bir söz tapırsan demişe. Dur da, dur desin de demene de. Yine taveliye. Yine bana pis değil ama gitme de Ferit, ne olur ki gitme. Nefret ederim. Sen nefret ederim. Git. Git. Lemanım. Güzel kızım benim. Evladımın sana ihtiyacı var. Ne olur tek bırakma onu Leman. Aç gözlerini Leman. Aç gözlerini. Ata. Leman. Leman. Her şey yaxşıdır. Sakitləşləməni xahiş edirəm. Sen yoksan. Sen ölmüşsen. Sen yoksan. Bu yoktu ha? Yox, yox Leman. Yox, yox, yox. Sen ölmüşsen. Sen ölmüşsen. Bu yuxudur. Ferit sağdı. Ha? Bu yuxu deyil Leman. Sen ölmüşsen. Her şey yuxudur. Sen ölmüşsen Ferit ise yaralıdır. Ben ayılmalıyım. Ben ayılmalıyım. Leman. Leman. Sən ayılmısan, bu yuxu deyil. Mən ölməmişəm, sağam. Heç kim məni görməməlidir. Yok sen ölmüşsen. Biz gördük. Biz gördük. Sen o binada olan ora partladı. Leman, Sen ölmüşsen. mən sənin dərdinə dözə bilmədim deyə geri qayıtdım. Ne dert? Leman, Ferit. Ferit ölüb. Sen hakikaten sağsan. Sağam Leman, sağam. Ferit ölüb. Hər şey necə oldu, danış mənə. Ferit bana pul verdi, sonra Sonra nə?
Sen sağsan. Sen bunu bize nece elədin, ha? Sen bilirsen biz ne vəziyyətdəydik? Sen bilirsen biz ne vəziyyətdəydik? Leman mecbur kaldı. Neye mecbur kaldın, neye? Mecbur kaldım kız. Vagif... Vagif bilseydi ki ben sağam. İçeride olsa bile sizi rahat bırakmayacaktı. Vakif öldü. Vakif öldü, niye çıkmadın üzə, ha? Niye çıkmadın üzə? Ben sana her şeyi başa salacağım. Kışkırma, beni burada hiç kim görmemelidir. Leman, ben mecbur kaldım. Niye? Yaxşı, Ləmanın yanına gəlmişəm, indi yığacam səni. Yaxşı danışarıq, yığacam səni. Tural, sen görmeye hoş oldu. Sen burada ne yenirsen? Ben o yaratmaz əmvin yarımçıq qoyduğu işi davam eləməyə gəlmişəm. Əsmər xanım, Yaxşı. Demək istəyirsən ki, Leyliyə dəyməyim. yox, mən onunla çoxdan ayrılmışam. Heç bir bağımız yoxdur. Niyə? Uşağı qəbul eləmədi ona görə. Yaxşı. İstəyirsən Leyliyə heç nə olmasın. Onda sus. Mənə də mane olma. Gəl belə edək. Sənin bir kəlmən yetər ki, Leylin də Fərid kimi Sən öldürmüsən Fəridi. danışmaq istəyirdi, mən də susturdum. Tural? Başınız sağ olsun. Nəsə lazım olsa, nəyəsə ehtiyacınız olsa mənə xəbər edin. Kim idi, tanışın idi? Leyli mütləqdir ki tanıyım, nə bilim kimdir. Adam da gəldi başsağlığı verdi, getdi. Bildik. Niye səbəb cevap verirsin? Hamı sən deyil. Tural. Leyli, bu dəqiqə səndən başqa söhbətləri danışa bilmərəm. Xətir hörmət var, gəlmişəm Ləmana başsağlığı verim. Mən nəyin hayındayım, sən nəyin hayındasan? Ləman. Başın sağ olsun. Gidək evə. Fərid'i görməliyim. Ləman lazım deyil. Kızım hanım. Fidan apardı evə. Sadiq. Biz senden neler çekmişiz. Ama çektiklerimiz hele azdı. Çekeceklerimizin yanında. Sən nəsə bilirsən, ha? Fərdi kim öldürüb bilirsən, Ləman? Ama bildiğim odur ki yaşadıklarımızı
Şükür eləyəcəyim. Leman, Tək qalmaq istəyirəm. yaxşı mən dəhlizdə. Nə sən məni görmüsən, nə də mən səni. Elə yox olduğun kimi həyatımızdan yox ol. Leman mənə SMS Heç də eşitmək istəmirəm. Mən səni tanımıram. Sən mənim üçün yad bir insansın. Mən anamı da, atamı da itirmişəm. İndi də sevdiyim insanı itirdim. İmkan bir acımı çekim. Leman... Leman, Sərrəti görməliyəm. lazım deyil Leman. Əl çək. Leman gel gedək. Tək gedirəm. Nəsə bilirsən sən? Kim vurub onu? Yox, bilmirəm. Tural ola bilsin Leylini səndən uzaqlaşdırmaq üçün eləyib bilər bunu. Sadiq, inan ki, bu nə mənə maraqlıdır, nə bu haqda danışmaq istəyirəm, nə də eşitmək istəyirəm. Xahiş edirəm. Leyli ilə şey eləməz. Amma elədi. İndi sən deyirsən ki, mən öz qulağımla eşitdiyimə yox, sənin danışdığın fərziyyələrə inanım. Peşman olacaqsan Tural. Mən sizə olan hörmətimə görə buradayım, Sadiq. Başqa heç nəyə görə. Olma heç. Belə olmağındansa olmamağın yaxşıdır. Sadiq, mübahisə eləmə. Yeri deyil. Xəstəxanadayıq. İnanmırsa inanmasın. Məcbur deyilik inandırmağa. Mənə əvvəldən inanmayan insan sonra da inanmağı lazım deyil. Yaxşı. Neysə, mənim adımdan Ləmana başsağlığı verərsiniz. Sən narahat olma, mən sənin arxandayım. Ben həmişə ümid edirdim ki biz bir gün qovuşacağıq. Son görüşümüzdə də düşünürdüm ki sen geleceksin beni Reyhan'ı özünden aparacaksın. Ama sen yine beni yarı yolda koydun. Hemşeki Ferit. Ama bu tepe bir de seni. Sen beni
Sen ne kadar kabut, amansız, gaddar olsan da ben seni hemşe sevdim. Beni her kaldıranda da, yalanlar diyende de, beni tek koyanda da ben seni sevdim. Sırf buna göre hiç özümü bağışlamayacağım. Kemal, Ferhat çok alçak idi. Ama benim kardeşim idi. Çok alçak idi. Çok. Atam öldürdü. Ben öldürme istedi. Alçak idi. Ama benim kardeşim idi. Çok alçak idi. Çok alçak idi. Ama benim kardeşim idi. Sakitləşməm. O bizi izləyir. Peki, sen Leman'la görüşmüşsən, ha? Ah, çok nahaq Kemal. Bunun cezası ağır olacaq. Məcbur edim bana. Ardın necə görüşdün? Harda görüşdün? Kızımı çok pis vəziyyətdə qoydum. Şale, ne kadar sende kızıl zat var hamısını ver. Bana lazımdı. Məndə qızıl nə gəzir? Neter yoksa en aşağıda bir erzi olmalı diye çalmışsa onu ver. Yox, verə bilmərəm onu. Ver dedim. İkram ondan yara sağalmayacaq. İstəmə uşağın qızıllarını. Neter yanı istemediğini ver bura da. Neter yanı? Ben o borcu bitlak qaytarmalıyım. Sənin borclarının mənə heç bir aidiyyatı yoxdur. Adiyeti var. Değil mi? Yox, demə. Demə, Nəyi? xahiş edirəm. Nəyi? Bir Xahiş dəqiqə, edirəm, heç nə nəyi? demə. İşte uşağa demək. Ha diyeceğim koy bilsin. Nəyi? Şale, ben o borcu qaytarmasam gelip sen aparacaklar. Nə? Hə. Nə danışırsan sən? Nə danışır bu? Bir dəqiqə. Necə yəni gəlib aparacaqlar? Kim aparacaq? Heç kəs səni apara bilməz, heç kəs. Deyir də danışır, İkram. Halaldır da sənə, halaldır. Niyə dedin uşağa? Sən məni qurban edə bilməzsən. Heç vaxt. Sakit gəldilər. İşləyəcəklər söhbətimizi. Geldim Reyhan, su götürüp gelirəm. Ne oldu? Ne? Lemanın ərindən nə xəbər? Rəhmətə getdi. Çox şükür. Bundan da canımız qurtardı. Niyə elə deyirsiniz? Yazıq Leman özünə yer tapa bilmir. Görürəm, yaman yer tapa bilmir. Əvvəldən fikirləşərdi hər şey. İndi peşman olmazdı. Yer tapa bilmir. Geldim Reyhan, geldim. Öz başına adlaramsın. Hərəsinin ağzından bir avaz gəlir. Leman fikirləşərdi, neynirərdi? Yaxşı oldu öldü elə. Canımız qurtardı. Buna da bir quş. Bu da getdi.
Yaxşısan? Dedilər tibbi ekspertiza rəyi bildirəcəm. Ondan sonra verəcəklər bastıraq. Atasız qaldı qızım. Bizim kimi. Biz çoxdan atasız qalmışıq. Qızımı görmək istəyirəm. Gedək. Fidan. Ana olursan. Bayaq aşağıda mənə nə dedin? Hər şeyi düz dedin, razıyım. Bəs sən özün düz eləyirsən, Fidan. Sadiqin xəbəri var bundan. Deyəsən neysə qarışdırırsınız. Fidan. Bətnindəki körpə 6 həftəlikdir. Bayaq necə dedin? Sadiqə mənim haqqımda olanları desəm, dözə bilməz, ölər. Bəs bu? Xəbər var həqiqətdən. Fidan. Sadiqlə danış. Heç olmasa sənə olan güvən itirməsin. Gel. Gel. Bu ne deməkdir? Bu ne deməkdir? Hə? Cavab ver mənə. Bu ne deməkdir? Sakit ol, qaydasına qoyarıq. Necə sakit ol? Neyi qaydasına qoyarıq? Neyi qaydasına qoyacaqsan? Evimiz getdi, maşınımız getdi, bircə mən qalmışdım. Bəlkə sən də oduz və? Sən də oduz, nə bilirsən? Şöyle biraz sakit ol. Eşidəcəklər. Eşitsinlər, cəhənnəmə eşitsinlər. Mənə bu olandan sonra cəhənnəmə eşitsinlər. Kim nə istəyir eşitsin. Nə qədər uduzub? Nə qədər uduzub? 20 min. Yaxşı, yaxşı. Mən tapacağam. Yerini bilirsənsə de mən də tapım. Hardan tapacaqsan o qədər pulu? Mənim həyatımdan söhbət gedirsə mən taparam, narahat olma. Jaləm, xahiş edirəm. Üstümə gəlmə, çox çarəsizəm mən də. Baxma özümə. Baxma qızım. Heç şey eləyə bilmirəm. Acizəm, çox acizəm. Başın sağ olsun. Mən eşidəndə çox pis oldum.
Niyə gizlətdin? Heç nə gizlətmədim. Həmin oğlan idi yazdığın. Nə danışırsan ay? Göstər baxım. Bacın nə vəziyyətdədir, sən gör nə haydasan. Yəni bezmirsən də məni şərləməkdən. Demirsən o deyil. Göstər baxım, sübut elə. Ha, yazdım. Baxmayacaqsan? Sənə qalmayıb. Bura ver. İzah eləyə bilərəm. Gördüyün kimi deyil. Başa sala bilərəm nəyə. Tural sənə niyə yazır? Cavab ver. Leman, kızım, yattı. Başın sağ olsun. Deməklə olmur. Mən necə atasız böyüdümsə, övladım da eyni taleyi yaşayacaq. Deməli həyatımda acı tərəfi budur. Bəzən həyat bizə qarşı çox ədalətsizdir. Fidan, çalış Sadiqin xətrinə dəymə. O səni çox sevir. Mən sevilmədiyimi bilə-bilə həmişə sevdim. Leman. Bətnimdəki uşaq Sadiqdən deyil. Mən də qərarımı vermişəm. Məcburam. Uşaq incitmədi səni. Yox. Bizim hamımızın Fəriddən zəhləmiz gedirdi. Ləmana görə pis oluram. Qız inanırdı ki, həyatı düzələcək. Övladı atasız böyüməyəcək. Çünki özü də atasız böyümüşdü. Bunun nə olduğunu öz hamıdan yaxşı bilir. Atasız. İndi də atasız. Sadiq. Mən yaxşı ata olacağam. Həmişə sizin yanınızda olacağam. Bunun burada nə işi var?
Jalə, Tural, mənim sənin köməyinə ehtiyacım var. nə olub axı demirsən ki? Mənə 20.000 pul lazımdır. Olmasa Olmasa nə? Olmasa məni qaçırdacaqlar. Turalın sənə verəcəyi heç bir pulu yoxdur. Mən axı sənin vəziyyəti başa saldım. Mən də inandım. Bacıma görə səs-küy kopartmadım evdə. Yoxsa sənin oyunlarına gələn deyilik. Nə oyunu, nə danışırsan? Ciddi deyirəm. Atam qumarda uduzub. Pulu verməsəm qaçırdacaqlar məni. Yaxşı fikirləş, başqa yalanlar tap. Tural, nə olar mənə kömək elə. Yaxşı. Nə? Mən sənə kömək eləyəcəm. Necə? Hə. Biz sənin həyatını xilas eləyəcəyik. Onun həyatı sənə qalmayıb. O da sənə qalmayıb. Çox sağ ol, Tural. Çox sağ ol. Fidan. İnanıram ki, Sadiq bunu qəbul edəcək. Gec olacaq, çətin olacaq, amma qəbul edəcək. Biraz səbr et. Sabahın xeyir. Sadiq, Aycan. Narahat olma. Danışacağım, görüm gedib Fərdinə vaxt götürürəm. Sadiq, sənə bir şey deməliyəm. De. Fidan. Hə. Fidan getdi. Hara getdi? Uşağı aldırmağa. Nə? Fərdin dəfninə qıraqdan baxacağım. Başqa çarə yoxdur. Kemal, bunun burada nə iş var? Mən çağırmışam da bizi aparsın. Sadiq çıxar görər aləm dəyər bir-birinə. Taksi yox idi da. Ano, evdən birdən çıxdım, pul götürməmişəm, pulum yoxdur. Kemal, açarı al, sən apar, mən özüm gedərəm. Sonra açar verərsən mənə. Yəni sonra yenə görərəm hə Kemal səni. Yəni bir gündə 2 dəfə çox olmadı. Biabır elədin məni. Sən də sus. Gətirərdin də mənim maşınımı, gül kimi maşınım var idi. Qalmışıq bu maşınla. Gətirməmişəm də, indi sonra qırğınızı eləyərsin. Gedək. Hə, yəni kəs səsi bə. Saçını bu bəlinə verərəm, bir dənə qoy düzəlim, sən görərsən. İfritə.
Gəlin. Salam Leman. Sağ ol. Eşitdim. Çox pis oldum, çox məyus oldum. Əslində mən ona qarşı çox əsəbi idim. Söz vermişdim ki, harda görsəm onu çırpacam. Səni gün bir gözəl xanımı atıb gedib. Amma baxıb görürəm sən pis olmuşsan, ağlayırsan. Mənim də ürəyim ağrıyır, ona görə pis oldum. Əslində dəyməz. Sənin göz yaşlarına dəyməz. Leman, heç vaxt tək qalmayacaqsan. Leman. Çox sağ olun. Sən həmişə mənim yanımda, mən də sənin yanında olacağam. Çox sağ olun. Çox sağ olun. Bir də nə lazım olsa, mən sənin yanında birinci olacağam. Xəbər eləyərsən. Çox sağ olun dəstəyiniz üçün. Mən gedim. Hər şey yaxşı olacaq, Darıxma. Fidan. De ki, uşağı heç nə eləməmişəm. Məcbur idim. Uşağımızı öldürmədiyini de. Öldürdüm. Bilmirsən qızın niyə 20-ni axtarır? Qardaşınızı özümüz dəfn edəcəyik. Əgər istəsəniz, gəlib ziyarət edə bilərsiniz. Bir adam öz qızın qumarda niyə uduzsun ki? Mənə çatmır, mənim qızım niyə mənim haqqımda belə sözlər deməlidir? Bilmirəm, öz dedi. Mən də istəməzdim belə olsun, amma sənin heç bir günahın yoxdur. Onlar səni məndən alana qədər səni bir qaşıq suda boğaram. Get buradan, danışma. Fərdi də susturmaq üçün öldürüb də. Sonra da aparıb xəstəxanaya.